Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. 4 otaq, 1 mətbəx, 5 sotun içində. Qiymət 47.500 manat. Verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə mənə. Bunu da deyim sizə. Bax, mənim videolarımı götürürsünüz, atırsınız başqasına. Xahiş edirəm, mənim videolarımı kiməsə atmayın. Sözünüz varsa, ev istəyirsinizsə, videomu özüm atın, özüm cavablandırırım sizi. Götürürsünüz, istəyir Masazırda ev paylaşıram, onu da götürüb kiməsə atırsınız ki, bu ev qalır, qalmır. İstəyir Hökməlidə ev paylaşım. Harada paylaşıramsa bunu eləyirsiniz. Bunu eləməyin, xahiş edirəm. Burada geniş mətbəximiz. Zal, studiya eləyə də bilərsiniz. Geniş koridor. Bir dənə koridoru göstər qaqa. Koridorun genişliyinə baxma, divan qoyub bura qəşəng uzanıb, hava alır. 5 sotun içindədir, 47.500 manat. Bax, burada geniş belə bir yataq otağımız. Gördünüz? Geniş yataq otağı. Orada da bir dənə geniş yataq otağımız. Baxın. Çox genişdir. Burada da hamam samuzelimizdir. Burada da geniş belə bir salımız var. Cütdaş tikilib yerləşmə yeri Hökməli Qobu yolunda. Polis bölməsini keçəndən sonra şəhidimizin plakatı var. Şəhidimizin plakatından bura hardasa onlarda bir 350 deyim, 400 mi deyim, dəqiq bilmirəm. Bax, beləsinə bunu da deyim sizə. Bax, burada da belə bir geniş yataq otağımız var. Çox genişdir. Qazı var, işığı var, şotiki var. İşığının, qazının hamısının şotiki var. Suyu yoxdur. Su var ha, yəni sadəcə yoxdur. Pul istəyirlər suyu verməyə, o imkanı yoxdur. Yəni alan adam problem deyil. Pulun verəcək. Ev yəsi ona su xətti verdirəcək. Bir dənə çöldə göstərim sizə. Baxın, həmin dediyim ev budur. Qəşəng geniş həyətimiz, hər bir şeyimiz var bu evdə. Həyətə baxın. Toyuq saxla, qoyun saxla, cücə saxla, nə istəyirsən saxlayırsan. Baxın, geniş həyət. Hələ bunun burada da həyəti var, onu da sizə göstərim. Yəni qiymətinə görə həqiqətən yaxşı qiymətli, pis qiymət deyil. Baxın. Bu həyət də bunundur. Ev yəsinin dediyinə görə 5 sotun içindədir ev. Yəni 5 sotun içində. İndi padvalın zadını da sizə göstərəcəm. Baxın, bu da padvalıdır. Görürsünüz, bax. Bu da padvaldır. Yəni qiymətinə görə əla bir qiymətli, pis qiymət deyil. Yenə deyirəm, nəğd qiyməti 47.500 manatdır. Verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə məndən. Sağ olun.